Belə bir fikir formalaşdırır, cəmiyyətdə yayılırlar. Siz deyirsiniz ki, Allahın əli ola bilməz. Ona görə ki, Allahı məxluqata bənzətmiş oluruq. Onda Allah eşidir, məxluqlardan da eşitmə var. Allah görür, Allah danışır, məxluqatda, yaradışda da eşidənlər və görənlər var. Bəs onda burada niyə təvil etmirsiniz, niyə yozmursunuz və deyirsiniz ki, Allahda var özünə məxsus, bəndə də var özünə məxsus. Necə ki, görmək və eşitmək. Deyin, Allahın əli var, özünə məxsus. Niyə demirsiniz? Biz onlara cavab veririk. Sifətlər, Allaha nisbət verilən bütün xüsusiyyətlər, ümumiyyətlə, bütün lüğət kitablarında da belədir. Bizim ədəbiyyatımızda da, bizim, belə deyək, hədis qaynaqlarında da belədir. Bütün kəlmələr 3 formada ola bilər. 1. Bəndəyə xas olan sifətlər. Məsələn, yalan danışmaq, cahillik, nadanlıq. Bunu heç bir vəclə Allaha nisbət vermək olmaz. Bəzi məfhumlar və bəzi sifətlər, xüsusiyyətlər var ki, Allaha məxsusdur. Onu bəndəyə nisbət vermək olmaz. Məsələn, Ғəni əsl mənada Allahdır. Ehtiyacsız Allahdır. Bəndəyə ehtiyacsız desəm məcazi mənadadır. Həqiqi mənada yalnız və yalnız Allah təbarəkə və tealadır. Allah qüdrət sahibidir. Hər şeyə qadir olan Allahdır. Əzəli olan, əbədi olan, əvvəli, axırı olmayan, həm əvvəl, həm axır olan, hər şeyin əvvəli, hər şeyin sonu olan, hər şeydən zahir, həm də batin olan Allah təbarəkə və tealadır. Bunu heç bir vəclə həqiqi mənada bəndəyə nisbət vermək olmaz. Amma məcazi mənada nə isə deyə bilərsən. Söhbətimiz budur ki, həqiqi mənada Allaha nisbət vermək olarmı? Əl sifətini. Təbii ki, onu məcazi mənada nə mənanı iradə edir. Necə ki, Allahın əlləri açıqdır, istədiyi kimi ehsan edir. Bu kəlmədə ehsan edir mənasını nəzərdə tutur və Quran-ı Kərimdə də məcazlar var. O məfhumlar ki, müştərəkdir, onu demək olar. Müştərək məfhumlardan biri eşitməkdir. Eşitmək Allahda da var, bizdə də var. Bəndələrinə də məxsus vermişdir o xüsusiyyəti. Və eşitmənin həm cisimlə, həm də cismə aid olmayaraq eşitmənin mənası var lüğət kitablarında. Ona görə Allahın eşitməyi özünə məxsus, görməyi özünə məxsus, bəndələrinin yaratdıqlarının eşitməyi də özünə məxsusdur. Amma niyə görə əl və digər xüsusiyyətləri, üz, cismə aid olan xüsusiyyətləri biz Allaha nisbət verəndə onun mənasını, yəni məcazi mənada söyləyirik ki, bu məna Allaha nisbət verilə bilməz. Allah Taala bu kəlməni Quran-ı Kərimdə işlətmişdir. Nə cür ki, biz məcazi işlədirik, Allah Taala da o kəlməni işlətmişdir. Mənim əlim hər yerə girir, mənası budur, sözüm keçir. Nəinki orada əl və orada harasa, belə deyək, daxil olmasından söhbət getsin. Allaha xas olan sifətləri bəndəyə demək olmaz. Bəndələrə məxsus olan xüsusiyyətləri Allaha nisbət vermək olmaz. Müştərəkləri də demək olar. Heç bir vəclə əlin cism olmadan lüğətnamədə yoxdur. Nə qədim lüğətlərdə, nə müasir lüğətnamələrdə, nə ədəbiyyatımızda cisim və forması olan əl mənasında, yəni həqiqi mənada olsun və cisim xüsusiyyətləri daşımadan əl, ayaq, üz, bu kimi sifətlər, bu kimi daha doğrusu xüsusiyyətlər lüğət kitabında olsaydı, biz deyə bilərdik Allahın əli var özünə məxsus, bəndələrin əli var özünə məxsus. Eşitməyi, görməyi nətər ki Allaha məxsus, bəndələrə məxsus deyirik, bunları da deyə bilərdik. Amma bunlar lüğətnamədə sabit olmayıbdır və heç bir ədəbiyyatımızda, hədis qaynaqlarımızda yoxdur ki, yəni əl həqiqi mənada, yəni cisim olmadan olsun, məcazi mənada var və biz də onu qəbul edirik. Allahın əli sizin əlinizin üstündədir. Əl, güc, qüdrət mənası ifadə edir və bu Quran-ı Kərimdə mövcuddur. Quran-ı Kərimdə hər bir kəlməni eyni ilə saxlamaq və işlətmək olmur. Quran-ı Kərimdə görürük ki, kim bu dünyada kör olsa, o axirətdə də kör olar və əməllərinin, burada kör mənəviyyat körünü nəzərdə tutur. Heç diri ilə ölü bərabərdirmi? Təbii ki, ölənlərin içərisində peyğəmbərlər var, dirilərin içərisində günah əhli var. Diri ilə ölünü müqayisə eləyəndə qəlbi ölən və mənəviyyatı ölən nəzərdə tutulur. Heç, məsələn, onların gözləri var, görməz. Halbuki görürlər. Niyə Allah deyir görməz? Yəni, haqqı görməz. Nəinki belə görmür. Orada təbii ki, məna nəzərdə tutulur, başqa bir məna ifadə olunur. Quran nətər belə kəlmələr işlədir, əl
və ayaq və üz sifətini də bu cür mənada işlətmişdir. Heç bir vəclə bəndələrə məxsus olan və cism mənasını daşıyan əl, ayaq, üz sifətlərini Allah təbarəkə və teala'ya nisbət vermək olmaz.